Salam dəyərli izləyicilər, hər birinizi xoş gördük. Bu videoda sizlərlə 4-cü sinif monitorinq imtahanına hazırlaşan şagirdlərə dəstək məqsədi ilə hazırladığımız sayca 14-cü dərsin izahını verəcəm. Ekranlardan da gördüyünüz kimi bugünkü dərsimiz adi kəsrlər dərsidir. Bir videoda adi kəsrlərə aid olan hər bir qaydanı detallı şəkildə izah edəcəm. Bundan əvvəl bizim 13 müxtəlif mövzu üzrə dərs izahımız var. YouTube-da monitorinq dərsləri Nail Sadıqov yazaraq birinci dərsdən ardıcıl şəkildə baxmağı tövsiyə edirəm. Həmin videolara baxaraq, praktiki sualları işləyərək, qaydaları öyrənərək monitorinqdə çox yüksək nəticə əldə edə bilərsiniz dostlar. Sadəcə biraz vaxt sərf etmək lazımdır. Həmin videoları izləmək vacibdir. Başlayırıq. Başlamadan öncə videomuzu bəyənməyi və paylaşmağı zəhmət olmasa unutmursunuz. Digər insanlar da faydalansınlar. Əlavə olaraq kanalımıza abunə deyilsinizsə, abunə ol düyməsinə toxunursunuz. Kanala abunə olduqdan sonra zınqrov işarəsini də aktivləşdirsəz, gələcəkdə kanalımıza yeni videolar yüklənən zaman sizin də anında məlumatınız olacaq və siz də o videolara vaxt itirmədən anındaca baxa biləcəksiniz. Dostlar, başlayırıq artıq. Çox vaxt itirməyək. Adi kəsir nədir? Adi kəsir, məsələn, düşünün belə bir tortumuz var. Tortun 4 hissəsi deyək ki, qalıbdır. Bir hissəsini yemişik, yəni 5 dilimə bölmüşdüm. İndi qalan hissəni necə ifadə edə bilərik? Yəni necə deyəcəm ki, tortun 5 hissəsindən 4-ü qalıb. Bu zaman bir xətt çəkirik. Aşağısına 5 yazırıq, yəni bütün dilimlərin sayını. Yuxarı hissəyə qalan dilimlərin sayını yazırıq. Olur 5-də 4. Yəni oxunuşu 5-də 4 kimi olur. Bütün hamısı olan ədəd, yəni hansı ki aşağıda yazdıq, bu olur kəsrin məxrəci. Aşağıdakı ədəd kəsrin məxrəcidir. Yuxarıda hansı ki qalan hissədir tortun, bu ədədə deyirik kəsrin sürəti. Yəni yuxarıdakı ədəd kəsrin sürəti adlanır, aşağıdakı ədəd kəsrin məxrəci adlanır. Ortada çəkdiyim xəttin də adı kəsir xəttidir. Məsələn, bu terminləri bilmək lazımdır dostlar. Yəni kəsirin sürəti nədir? Kəsirin məxrəci nədir? Kəsir xətti nədir? Bunları bildik. Ola bilər ki, bizə deyər ki, tortun hansı hissəsi yeyilib? 5 dənədən məsələn 1-in yeyib, o zaman 5-də 1 olacaq. Yəni sualın quruluşundan asılıdır. Məsələn, ikinci yaşıl rəngli tortumuza baxaq. Tort 3 yerə bölünübsə, kəsr xətti çəkirəm, məxrəci 3 yazıram. Bunun 2 dənəsi qalıbdır. Desə, tortun hansı hissəsi qalıb? Deyəcəm, 3-də 2 hissəsi. Desə, tortun hansı hissəsi yeyilib? Yəni, ağ hissə düşünək ki, yeyilib. Deyəcəm, 3-də 1 hissəsi yeyilib. Aydındır, yəni, bax, bu məqamla, bu izahla artıq biz adi kəsrin nə olduğunu başa düşdük. Bu artıq yetərlidir. Davam edirik. Ədədin hissəsini tapmaq. Siz bunu 3-cü sinifdə öyrənmisiniz, amma bilməyiniz vacibdir. Məsələn, 50 ədədinin 5-də 2 hissəsi necə tapılır? 50-ni 5 yerə bölürsünüz. 50-ni 5-ə bölüncə düşür, 10 düşür. Yəni, hər hissə şəkillə də göstərmişəm. Bax, bunların hər biri 10-10'dur dostlar. Buradan yazaq, yəni qıraqdan yazım. Bunun bizə 2 dənəsi lazımdır. Görürsünüz, bu hissələri rəngləmişəm. Həmin rənglərin hissə 5-də 2 hissə deməkdir. Yəni 2 dənə 10. Neçə olur? 20 olur. Əlbəttə, siz hər dəfə şəkil çəkməyə məcbur deyilsiniz. Sadəcə bilin ki, ədədin hissəsini tapanda həmin ədədi burada məxrəcdə olan ədədə bölürük, sürətdəkini vururuq. Yəni 50-ni 5-ə böldünüz 10, aldığınız 10-u da 2-yə vurursunuz, olur 20. Yəni 50 ədədinin 5-də 2 hissəsi 20-yə bərabərdir. Və bunu qayda olaraq yadda saxlamaq lazımdır. İndi praktiki sualda verəcəm. İnşallah detallı şəkildə mənimsəyəcəksiniz. Əlavə olaraq qeyd edim, YouTube kanalımıza kəsir bölməsi ilə bağlı müxtəlif testlər paylaşacağım. Sınaqlarımızda görəcəksiniz. Yəni bu sualları işlədiksə kanalımız vasitəsilə tam mükəmməl formada inkişaf edəcəksiniz kəsir bölməsindən. Dostlar, növbəti hissəmiz bərabər kəsirlər adlanır. Məsələn, normalda biz ədəd keçən zaman 5 bərabərdir 5. Bunlar nədir? Bərabər ədədlər idi. Düzdürmü? İndi ola bilər ki, bəzi kəsirlər də bərabər olsun. Bu nədir? Diqqət yetirsəniz, bunu tort kimi düşünsək, mən burada 3 dənə tort vermişəm. Birinci tortu 2 dənə yerə bölmüşəm və bunun birini yemişik, biri qalıb. Yəni qalan hissə 2-də 1-dir. İkinci torta nəzər yetirsəniz, tortu 4 dənə yerə bölmüşəm. Neçəsi yeyilib, 2 hissəsi yeyilib, 2 hissəsi qalıb. Üçüncü tortumuza keçid edək. Üçüncü tortumuzu 6 yerə bölmüşəm. 3-ü yeyilib, 3-ü qalıb. Amma ümumi olaraq baxsaq, bütün tortların yarısı yeyilib, yarısı qalıb. Bəli, bax bu cür kəsirlərə deyirik bərabər kəsirlər. Yəni, kəsirin sürət və məxrəci fərqli ədədlər olsa da,
bəzən bəzi kəsrlər bir-birinə bərabər olur. Yəni eynidir. Dostlar, bunu riyazi olaraq necə izah edirik? Kəsrlərdə kəsrin sürət və məxrəcini eyni ədədə vurmaq olur. Yəni, məsələn, bura 2-dir, bura 1-dir, 2-də 1-dir. Yəni, qalan hissələr, rəngli hissələr düşünək. İndi bu 2-də 1-in surət və məxrəcini gəlin 2 qat artıraq. Yəni, aşağıdakı 2-ni də 2-yə vururam. Yuxarıdakı 1-i də 2-yə vururam. Və yuxarını yuxarıda yazıram, aşağını aşağıda. 2-ni 2-yə vuranda 4, 1-i 2-yə vuranda 2. Yəni, hansı ki, bayaq yazmışdım 4-də 2, 2-də 1 ilə 4-də 2 eyni şeydir. Aydındır. Məsələn, buraya yazdım 4-də 2. İndi 2-də 1-in gəlin sürət məxrəcini 3-ə vuraq. Diqqət yetirin, yəni sürəti də, məxrəci də eyni ədədə vururam. Yəni, birini 5-ə, birini 6-ya vurmaq olmaz. İkisini də ya 5-ə vurmalısan, ya 6-ya vurmalısan. Aydındır? Buna diqqət yetiririk, dostlar. İndi 2-də 1-in sürət məxrəcini 3-ə vururam. Yəni, 2-ni və 1-in hər birini 3-ə vururam. 2-ni 3-ə vuranda 6 edir, 1-i 3-ə vuranda 3. Yəni, oldu 6-da 3. Bu da eyni bir şeydir. Şimdi buranı silirəm. Bu da oldu 6-da 3. Yəni, ürəyim istəsə bunu lap 50-yə vuraram. Yəni, 2-də 1-i aparıb lap burada yazıram, yuxarıda sizin üçün. Sürət məxrəcini 50-yə vursam, məxrəc 2-ni 50-yə vuranda 100 olacaq. 1-i 50-yə vursam 50 olacaq. Yəni, siz tortu 50 dənə dilimə bölüb, üzr istəyirəm, 100 dənə dilimə bölüb 50-sini yesəniz, yenə də tortun yarısı deməkdir. 1000 dənə yerə bölüb 500-ünü yesən, yenə də yarısı deməkdir. Aydındır, yəni bərabər kəsirlər dostlar bu deməkdir. Yəni başqa nümunələrdə göstərmək olar, bu izah üçündür. Məsələn, belə bir nümunə verim sizin üçün. 5-də 3 kəsiri. Yəni şəkilləri unudun artıq. 5-də 3 kəsirin, gəlin sürət məxrəcini vuraq. Məsələn, 4-ə. 5-i 4-ə vuranda neçədir? 20. Fikir verin, ikisini də 4-ə vuracam. 3-ü 4-ə vuranda 12. Yəni bunlar bir-birinə bərabərdir. Aydındır. Yəni kəsirin təkrar edirəm, sürət və məxrəcini eyni bir ədədə vurmaq olar. Amma sıfıra vurmaq olmaz. Bunu yadda saxlayın ki, sürət məxrəci sıfıra vurmaq olmaz. Hər hansı 1, 2, 3 normal bildiyimiz ədədlərə vura bilərsiniz. Kəsirin ixtisar edilməsi. Bir qədər əvvəl dedim ki, kəsirin sürətini ixtiyari bir ədədə vurmaq və bölmək olar. Sürət və məxrəcini daha dəqiq səsləndirim. Məsələn, dostlar, 5-də 4. Bunun sürət məxrəcini gəlin 3-ə vuraq. 4-ü 3-ə vursam 12, 5-i 3-ə vursam 15. Vurmaq olduğu kimi bölmək də olar. Yəni 15-də 12 kəsirinin sürət və məxrəcini eyni ədədə bölə bilərəm. 15 və 12 hər ikisini nəyə bölə bilərəm? 3-ə. 12-ni 3-ə bölürsüz. Baxın, diqqət yetirin. Eyni ədədə bölürsüz. 15-i də 3-ə bölürük. 12-ni 3-ə böləndə nə düşür? 12-ni 3-ə böləndə 4, 15-i 3-ə böləndə 5. Bax, buna deyirlər kəsirin ixtisar edilməsi. Kəsirin sürət və məxrəcini eyni ədədə həm vurmaq da olar, həm də bölmək də olar. Bölən zaman, axırda bax, belə bir ədəd alırıq. Yəni, bununla bu eyni bir ədəddir kəsir olaraq və bunlara deyirlər kəsirin ixtisarı. Gəlin, başqa nümunələr verək və onun üzərində daha detallı şəkildə anlayasınız. Məsələn, dostlar, 40-da 25 yazıram. 40 və 25-in hər ikisini nəyə bölmək olar? Dönə-dönə vurğulayıram. Eyni ədədə bölməlisiniz sürət və məxrəci. Birini 2-yə bölün, birini 5-ə bölün, belə şey yoxdur. Olmaz, qadağandır. Hər ikisini 5-ə bölə bilərəm? Olar. 25-i 5-ə bölsəm 5 düşəcək. 40-ı 5-ə bölsəm 8 düşəcək. Yəni 40-da 25 kəsirini ixtisar edib 8-də 5 alacam. Başqa bir nümunə verək dostlar. Məsələn, olsun 60-da 40. Sürət məxrəcini neçəyə bölə bilərik? 2-yə bölə bilərik. Olar. 4-ə də bölə bilərsiniz. Yəni ardıcıl formada ixtisar apara bilərik. 60-ı 2-yə bölsəm 30 düşər. 40-ı 2-yə bölsəm 20 düşər. Sonra 30-da 20-nin özündə. Məsələn, 2-yə bölə bilərəm? Olar. 20-ni 2-yə böləndə 10, 30-u 2-yə böləndə 15. Sonra 15-də 10 kəsirin özünü də ixtisar apara bilərik. Neçəyə gedər? Hər ikisi 5-ə bölünür. 10-u 5-ə böləndə 2, 15-i deməli 5-ə böləndə 3 düşəcək. Yəni yekun olaraq 3-də 2 oldu. Bax, bunların hamısı ardıcıl şəkildə gəlir. Yəni 60-da 40-ı əslində əvvəldən 20-yə də bölə bilərdiniz sürət məxrəcini. İbtidai sinif şagirdi olaraq siz yavaş-yavaş 2-yə, 3-ə bölə-bölə gələ bilərsiniz belə. Yekunda cavab aldıq 3-də 2. Artıq 3-də 2-ni nəyəsə
İxtisar apara bilmirik. Ha, bu nədir? İndi bunun növbəti də göstərirəm sizə. Buna deyirlər ixtisar olmayan kəsir dostlar. İxtisar olmayan kəsir nədir? Bayaqki kəsiri təkrar yazıram sizin üçün. Hətta onu yazmayacağam. İndi başqa bir kəsir verəcəm. Elə 5-də 3 kəsir olsun. 5-də 3 kəsirinin nəyəsə bölmək olarmı sürət məxrəcin? Yox. Bu cür kəsirlər olur, ixtisar olunmayan kəsir. Məsələn, 7-də 4. Nəyəsə ixtisar aparmaq olar? Yox. Amma yazsam 10-da 8, 10-da 8 ixtisar olunan kəsirdir. Niyə? Bunun sürət məxrəcini 2-yə bölə bilərəm. 8-i 2-yə böləndə 4, 10-u 2-yə böləndə 5. Bundan sonra aldığım 5-də 4 kəsiri olacaq ixtisar olunmayan kəsir. Aydındır? Amma 10-da 8-in özü ixtisar olunan kəsirdir. Çünki onu sürət və məxrəc olaraq eyni ədədə bölə bilirəm. Aydındır dostlar? İndi mən sizə bir dənə sual verəcəm. Hələ ki burada birazdan da praktik suallarımız olacaq. Məsələn, siz mənə deyin görüm. 14-də 8 ixtisar olunan kəsirdir yoxsa ixtisar olunmayan? Cavablarınızı deyə bilərsiniz səsli şəkildə. Bəli, bu ixtisar olunan kəsirdir. Kimsə ixtisar olmayan dedirsə, yanlış dedi. Niyə ixtisar olunandır? Çünki 2-yə bölmək olar. 8-i 2-yə böldük, düşdü 4. 14-ü 2-yə böldük, düşdü 7. Artıq 7-də 4 kəsiri ixtisar olunmayan kəsir olacaq. Niyə dostlar? Çünki 7 və 4-ü nəyəsə bölə bilmirsiniz. Artıq bölmək mümkün deyilsə, bunun adı olur ixtisar olunmayan kəsir. Bəzən testdə düşür ixtisar olunmayan kəsiri seç. Hansı kəsirin sürət və məxrəcini hər hansı bir ədədə, yəni ortaq olaraq eyni ədədə bölmək olmursa, o ixtisar olunmayan kəsirdir. İndi isə dostlar keçirik kəsirlərin müqayisə edilməsinə. Müqayisə nə idi? Müqayisə böyükdür, kiçikdir və yaxud da bərabərdir işarələri vasitəsilə aparılırdı. Məsələn, nümunələr verək, hələ ki kəsirini unuduruq. Məsələn, belə bir nümunə verirəm. 7 böyükdür 5-dən və yaxud 5 kiçikdir 7-dən və yaxud 5 bərabərdir 5. Bu nədir? Müqayisədir. İndi dostlar, kəsirlərin müqayisəsindən danışırıq. 1. Məxrəcləri bərabər olan kəsirlər. Məxrəc nədir bilirik? Bilirik. Məsələn, 5-də 3 kəsiri ilə 5-də 4 kəsirini müqayisə et. Hansı böyükdür bunu? Orta məktəbdə bunun detallı izahları var. Oradan baxmağı tövsiyə edirəm, amma mən burada konkret qaydaları deyəcəm. Məxrəcləri eyni olan kəsirləri müqayisə edən zaman sürəti böyük olan kəsir böyük olur. Yəni, ikisinin də məxrəci 5-dir. Deməli, bunlar məxrəcləri bərabər olan kəsirlərdir. Hansının sürəti böyükdürsə o böyükdür. 4 3-dən çoxdurmu? Çoxdur. Deməli 5-də 3 kəsiri 5-də 4-dən kiçik olacaq. Yəni 5-də 3 kiçikdir, 5-də 4 deyirik. Səbəbi nədir dostlar? Tortu 5 yerə bölüb 3 dilimin yemək çoxdur, yoxsa tortu 5 yerə bölüb 4 dilimin yemək? Əlbəttə ki 4 dilim daha çoxdur. Deməli bu biri daha böyük olacaq. Və qaydanı bir daha qeyd edirəm. Məxrəcləri bərabər olan kəsirlərdən sürəti böyük olan kəsir böyükdür. Sürəti kiçik olanda kiçik olur. Vəssalam, bu qədər sadə. Bildik. İkinci hal, sürətləri bərabər olan kəsirlər. Məsələn, dostlar, buraya yazıram 10, buraya yazıram, məsələn, 5. Burada yazacağım 5, buraya yazacağım, məsələn, 8. Diqqət yetirsəniz, 10-da 5 və 8-də 5 kəsirlərinin sürətləri eynidir. Sürətləri eyni olan kəsirləri müqayisə edərkən, dostlar, nəyə diqqət yetirməlisiniz? Hansının məxrəci balacadırsa, o daha böyük olur. 10 yoxsa 8? Hansı böyükdür? 10 daha böyükdür. 8 daha balacadırsa, deməli, işarə belə olacaq. Aydındır. Mənası nə deməkdir? Tortu 10 yerə bölüb 5 dilim götürmək çox olar, yoxsa 8 yerə bölüb 5 dilim götürmək? Lap bunu 8 yox, istəyirsiniz 6 edək. Daha gözəl formada gözünüzün qabağında canlansın. Dostlar, tortu 6 dilimə bölsə, dilimlər daha yekə olacaq. 6 dənə yerə bölüb 5-in götürəndə, əlbəttə ki, sizə çox düşəcək. Nəinki 10 dənə yerə bölüb, onun 5-ini götürsən. Aydındır? Yəni, 10 yerə bölüb 5-ini götürmək, yarısını götürmək demək. Amma 6 dənə yerə bölüb 5-ini götürmək, demək olar tortun hamısını yedirsiniz. Vəssalam. Bir daha qaydanı təkrar edirəm. Sürətləri olan kəsirləri müqayisə edən zaman hansı kəsirin məxrəci kiçikdirsə o daha böyük olur. Hansı kəsirin məxrəci böyükdürsə o da balaca olur. İndi məsələn nümunə verim sizə. Buraya yazıram 8, buraya yazıram 25.
Bura yazıram 8, bura yazıram, məsələn olsun 34. İndi bu kəsrləri müqayisə edin deyirəm. Baxıram sürətlər eynidir. Hansının məxrəci balacadır? Bu, yəni 25 daha balacadırsa, deməli bu daha böyükdür. Aydındır? Ümid edirəm anlaşıldı. Yəni bunu da yaddaşa ötürmək lazımdır. Bəli dostlar, indi gəlirik nəyə? Məxrəci və sürəti fərqli olan kəsrlər. Elə kəsr ola bilər ki, onun nə məxrəci, nə də sürəti eyni deyil. Məxrəci eyni olsa, sürəti böyük olan böyük olurdu. Sürəti eyni olsa, məxrəci kiçik olan böyük, böyük olan da kiçik olurdu. İndi hər şey dəyişir. Kəsrin biri 4-də 3-dür. Məsələn, biri də olsun 5-də 2. Bu kəsirləri necə müqayisə edə bilərik? Dostlar, kəsirləri eyniləşdirə də bilərsiniz. Orta məktəbdə bu detallı yazılır. Mən buna indi toxunmaq istəmirəm. Qısa nümunələr verərəm o barədə. Amma mən sizə asan bir üsul deyəcəm. 2 dənə məxrəci, sürəti fərqli olan kəsiri necə müqayisə etmək olar? Orta məktəbdə yoxdur bu. Amma deyim, siz öyrənin, işiniz rahat olsun. Bu nədir? Çarpaz vurma üsulu. Bunu buna vurursunuz. Yəni bax oxla göstərirəm. Bunun məxrəcindəkini onun sürətinə vurursunuz. Bunun sürətindəkindən bunun məxrəcinə vurursunuz. Aldığınız cavabları yuxarıda yazırsınız. 3-ü bax buradakı 5-ə vurursunuz. 3-ü 5-ə vuran nədir? 15. Yuxarıda yazırsınız, aşağıda yazmaq olmaz. Bura oldu 15. 4-ü 2-yə vuran nədir? 8. Burada yazdı 8. İndi 15 çoxdur yoxsa 8? Əlbəttə ki 15. İşarə nə oldu? Böyükdür işarəsi. Yəni bu kəsrləri müqayisə edəndə işarə belə olacaq. Aydındır, yəni dərin düşünməyə ehtiyac yoxdur dostlar. Bu şəkildə yaza bilərsiniz. İndi başqa nümunə verəcəm sizə. Məsələn, başqa bir nümunə olsun. 7-də 5 çoxdur, yoxsa məsələn 4-də 3. Necə müqayisə edəcəm? 7-ni 3-ə vuran nədir? 21. 5-i 4-ə vuran nədir? 20. 20 çoxdur yoxsa 21? 21 daha çox. Deməli işarə kiçikdir işarəsi olacaq. Düşünməyə ehtiyac yoxdur. Cavab belədir. Aydındır. Yəni bax bu asan üsuldan, çarpaz vurmadan istifadə edərək kəsrləri müqayisə edə bilərsiniz. İndi biz bir qədər əvvəl məxrəclərə olan kəsrlərin müqayisəsini öyrəndik. 5-də 3 çoxdur yoxsa 5-də 4? Bu qaydadan istifadə edə bilərsiniz. 5-i 4-ə vuran nədir? 20. 5-i 3-ə vuran nədir? 15. İşarə belədir. Düzdür? Biz də bayaq qeyd etdik ki, məxrəclərə olan kəsrlərdən sürəti böyük olan böyükdür. Görürsünüz, həmin cavabı aldıq. Və yaxud sürətləri bərabər olan kəsrlərdən. Deyək ki, bunun sürəti 7-dir, bunun sürəti olsun 10. Bunun sürəti 7-dir, bunun sürəti, daha doğrusu məxrəci olsun, məsələn, neçə? Olsun 8. İndi çarpaz vuraq. Onu 7-yə vuranda, yəni bunu buna vururam, 70. 8-i 7-yə vur, 56. 70 çoxdur yoxsa 56? Əlbəttə ki, 70. Ha, indi keçirəm bayaqçı qaydaya. Sürətləri bərabər olan kəsrləri müqayisə edən zaman məxrəci kiçik olan böyükdür. İkisinin də sürəti 7-dir. Məxrəclərə baxıram, biri 8-dir. Deməli, yəni 8 daha balaca olduğu üçün bu daha böyük olacaq. Görürsünüz, yuxarıdakı işarəni aldıq. Yəni bu dediyim çarpaz vurma qaydasına əsasən siz istənilən iki kəsri bax, asan şəkildə müqayisə edə bilərsiniz. Amma çalışın orta məktəbdə verilən qaydalar üzrə də yanaşmalar edəsiniz. Məsələn, başqa bir nümunə verim, orta məktəbə uyğun şəkildə izah edəcəm. Deyək ki, 3-də 2 kəsri var. Bir dənə də kəsri olsun 6-da 5. Mən dediyim qayda ilə çarpaz vurub müqayisə edə bilərsiniz. Amma orta məktəbdə belə bir qayda var ki, bunun məsələn məxrəclərini eyniləşdirə bilərsiniz. Bunun məxrəcini necə edərəm ki, 6 olsun? 3-ü necə 6-ya çevirə bilərəm? Əlbəttə ki, 2-yə vurmaqla. Sürəti də məxrəci də 2-yə vururam. 2-ni 2-yə vuranda 4 edəcək. 3-ü 2-yə vuranda 6 edəcək. Bu biri də 6-da 5 olaraq yerində qalsın. Hər ikisinin məxrəci 6-dır. 6-dır. Məxrəclərə olan kəsrlərdən sürəti böyük olan böyükdür. Yəni işarə belə olacaq. Aydındır. Yəni məxrəcləri eyniləşdirərək də müqayisə edə bilərsiniz. Orta məktəbi detallı oxuyun. Çox vacibdir və bu dediyim qayda ilə də imtahanlarda rahat şəkildə işlərinizi tez bir zamanda həll edə bilərsiniz. Yəni suallarınızı daha doğrusu vaxt itirmədən həll etmək olar. İndi keçirik dostlar, məxrəcləri bərabər olan kəsrlərin toplanması və çıxılması. Çox asandır. Məsələn, 7-də 2 üstə gələk 7-də 3. Məxrəclərə olan kəsrləri toplayan zaman məxrəc yerində olduğu kimi qalır. Diqqət yetirin, məxrəclə işimiz yoxdur. 7 yerində qaldı. Sürətli isə 2 ilə 3-ü toplamaq lazımdır. 2-nin üstü üçgəni nedir? 5. 7-də yerində qalır. Daha 7 ilə 7-ni toplamayın. Bu səhv etmək olmaz. Bu qədər sadə. Məsələn, başqa nümunə verim. 8-də 2
Üstəgəl 8-də 4. Bu da bərabərdir 8-də 2 üstəgələk 4. Olacaq 8-də 6. 8-də 6-nı ixtisar edə bilərsiniz. Neçə edəcək? Hər birini 2-yə bölsəm qalacaq 4-də 3. Aydın dostlar, bax bu kəsirlərin toplanılmasıdır. Söhbət məxrəcləri bərabər olan kəsirlərdən gedir. Siz bunu bilsəz, yetərlidir sizin üçün. Və çıxılması necə olacaq? Eyni qayda. Məsələn, 9-da 7 kəsirindən çıxıram 9-da 3 kəsirinə. Məxrəclərə enilan kəsirləri çıxanda məxrəc yerində olduğu kimi qalır, sürətlər çıxılır. 7-dən 3 çıxana qalır 4. Məxrəc də oldu 9. Bu qədər sadə. Məsələn, 5-də 4 çıxılsın 5-də 1. 5 yerində olduğu kimi qalacaq. 4 çıxılsın 1 yazacağım. 4-dən 1 çıxana qalır 3. Burada da 5. Yəni cavab oldu 5-də 3. Bu qədər sadə dostlar. Yəni məxrəclərə enilan kəsirləri toplama çıxmaq bu qədər rahatdır. İndi isə 1-dən adi kəsirlərin çıxılması qaydası. Bəzən testlərdə sizə belə suallar düşəcək. 1 çıxılsın 5-də 2. Dostlar, yadda saxlamaq lazımdır ki, 1 bütöv deməkdir. Yəni bütöv demək nəyə nəzərdə tuturam? Məsələn, siz belə bir dairəniz var. Bunu 5 dənə dilimə bölsəniz, 2, 3, 4, 5. İndi mən biraz kobud çəkdim. Bu özü 1 deməkdir. 1 5-də 5 deməkdir. Yəni 1 deyəndə 5-də 5 düşünə bilərsiniz. Yəni 5 yerə bölüb 5-ini də götürmək. Müəllim, niyə 5-də 5 yazdım? Bəlkə 3-də 3 də yaza bilərdin. Olardı. Amma mənim çıxdığım kəsirin məxrəci 5 olduğu üçün mən bunu 5-də 5 kimi yazacağam. Yəni harda 1 görürsünüzsə, onu məxrəci verilən ədədlə eyniləşdirə bilərsiniz. Yəni 1-in əvəzinə 5-də 5 yazıram, çıxılsın 5-də 2. Bu da bərabərdir. Davamını altdan yazıram. Məxrəcləri ilə kəsirləri necə çıxırdım? 5 yerində olduğu kimi qalırdı, sürətlər çıxılırdı. 5-dən 2 çıxıram, qalır 3. Yəni cavab olacaq 5-də 3. İndi dostlar, başqa nümunə verəcəm sizə. Bir-iki dənə sual işləyəcəyik, tam anlaşılacaq sizə. Məsələn, başqa bir nümunə verirəm. 1 çıxılsın 8-də 3. İndi 1-in əvəzinə nə yaza bilərəm? 1-in əvəzinə yaza bilərsiniz 8-də 8. Bax, bunu əsasən nizamlayıram. Məxrəcə əsasən. Yəni 1 özü 8-də 8 deməkdir. 8-i 8-ə böləndə 1 düşür. Çıxılsın 8-də 3. Yenə qeyd edirəm. Bu 8 hardan qaynaqlanır? Bunu əsasən yazdım. Niyə? Məxrəclər eyniləşsin. Məxrəclərə eyni olan kəsirləri çıxmaq qaydasını çünki mən bilirəm artıq. 8 yerində qalır, 8-dən çıxıram 3. Davamını buradan yazsam 8-dən 3 çıxanda 5, burada da qaldı 8. Yəni cavab olacaq 8-də 5. Belə dostlar, bir dənə də nümunə verəcəm. 1 çıxılsın 12-də 7. İndi bunu özünüz videonu saxlayaraq müstəqil cəhd edərək yazın. Mən artıq yazıram. 1-in əvəzinə dərhal yazacağam 12-də 12. Çıxılsın 12-də 7. Bu da bərabərdir. 12 yerində olduğu kimi qalacaq. Sürətdə sadəcə 12-dən çıxacağam 7. 12-dən 7 çıxana qalır 5. Burada da qaldı 12. Cavab oldu 12-də 5. Vəssalam, bu qədər sadə. Dostlar, indi keçirik praktiki suallara. Videonu saxlayaraq siz əvvəlcə özünüz sualın cavabını tapırsınız. Sonra mənim izahımla doğru yoxsa yanlış yazdığınızı müəyyən edəcəksiniz. Birinci sual, ixtisar olmayan kəsiri seçin. İxtisar olmayan kəsir nədir? Sürət məxrəci hər hansı ədədə bölə bilmirəm. Məsələn, A variantına baxın 8-də 6. Bunu sürət məxrəcini 2-yə bölə bilərəm. Bu ixtisar olunandır. 16-da 10 2-yə bölünür. İxtisar olunandır. 21-də 14 7-yə bölə bilərəm. Yəni 14-ü 7-yə bölsəm 2 düşər, 21-i 7-yə bölsəm 3. Yəni bunun əvəzinə üstü 2 yazmaq olar. 15-də 8. Bəli, doğru cavab bu olacaq. 15-də 8 ədədini sürət məxrəcini eyni ədədə bölə bilməzsiniz. Aydındır? Yəni bəziləriniz düşünər ki, bəlkə 8-i 4-ə bölüm, 15-i 3-ə bölüm. Xeyr. Belə qaydamız yoxdur. Bayaq qeyd etdim, bu qadağandır riyaziyyatda. Yəni kəsirin sürət və məxrəcini eyni ədədə bölə bilərsən. Eyni ədədə vura bilərsən. Aydındır? Yəni ürəyim belə istəyir, bunu belə vurum, onu elə vurum, elə şey olmur. Konkret eyni ədəd olmalıdır. İkinci sual. 420 ədədinin 7-də 3 hissəsini tapın. Dostlar, nə edirik burada? Bayaq izah etdik. 420-ni 7 yerə bölürsünüz. Aldığınız cavabı da 3-ə vurmalısınız. 420-ni 7-yə böləndə, yəni 42-ni 7-yə bölürəm. 6 0 da yazsam 60, 63-ə vuranda 180 edəcək. Doğru cavabımız B variantına uyğun gəlir. Növbəti üçüncü sual, hansı kəsir daha böyükdür? Baxıram ki, bütün kəsirlərin məxrəcləri eynidir.
Məxrəcləri eyni olan kəsirlərdən sürəti böyük olan daha böyük olacaq. 8, 10, 4 və 7 var sürətdə. Ən böyüyü 10'dur. Yəni doğru cavabımız B variantı olacaq. Dördüncü sual. Hansı kəsir daha kiçikdir? Diqqət yetirsək, bütün variantlarda sürətlər 20'dir. Bəli, sürətlərə eyni olan kəsirlərin müqayisəsidir. Sürətlərə eyni olan kəsirlərdən məxrəci balaca olan böyük, böyük olan da balaca olur. Bizə lazımdır daha kiçik. Daha kiçik kəsiri tapmaq üçün məxrəcdə daha böyük ədəd olmalıdır. Fikir verin. Hansı daha böyükdür? D variantı. Yəni 60'da 20 kəsiri digərlərindən daha kiçik olacaq. Aydın, yəni məxrəcdəki də daha böyük olduğu üçün bu daha kiçik hesab ediləcək. 5-ci suala baxırıq dostlar. Burada bir görən zaman fikir verin. Bunlar da 15'dir. 1'in əvəzinə nə yazacağam? Davamını belə yazıram. 1'in əvəzinə yazıram 15'də 15. Bayaq bunu izah etdik. Çıxılsın 15'də 8 üstəgələk 15'də 3 bərabərdir. Məxrəc eynidir. 15 olaraq qalacaq. Sadəcə sürətdə 15 çıxılsın 8 üstəgələk 3 yazacağam. Bu da bərabərdir 15'də. 15'dən 8 çıxanda 7, 7'nin üstü 3 gələndə 10 qalır. Bizə deyir ki, hesabla və ixtisar elə. 15'də 10 kəsirini dostlar ixtisar etsək neçə alınar? 15 və onun hər ikisini eyni hansı ədədə bölə bilərəm? 5'ə bölə bilərəm. Bəli. 15'i 5'ə bölsəm 3, 10'u 5'ə bölsəm 2. Yəni bu sualımızın yekun cavabı 3'də 2'dir. Buradan yazıram və dairəyə alıram cavabı. Yəni 3'də 2 yekun doğru cavabımız olacaq. Belə dostlar, zəhmət olmasa videomuzu paylaşaq, bəyənək, digər insanlar üçün də faydası toxunsun. Yəni videomuz artıq yekunlaşdı. İnşallah qarşıdakı günlərdə, qarşıdakı videolarda kəsirlər bölməsi üzrə əlavə testlər, əlavə izahlar paylaşacağam. Mütləq surətdə həmin testləri işləyin ki, bu bölüm üzrə çox möhkəm bazaya sahib olasınız. Bütün imtahanlarda kəsir bölməsindən sıxıntı olmadan inşallah sualların öhdəsindən gələsiniz kəsirlə bağlı olan suallarda. Oldu, sağollaşırıq. Bir sonraki izahlarda görüşərik. Hələlik.